Hepinize salamlar dostlar. Mən Qasım Hüseyin. Bu günləri sizlərlə birlikdə yepyeni bir videoda qarşınızdayım. Uşaqlar, bu günləri UFC karyeramın ikinci bölümü ilə qarşınızdayım. Dostlar, bu günləri Hüseyin karyeramızın ikinci bölümü ilə qarşınızda olacağım. Karyeramıza devam etdirəcəm. Belə videoların davamını gəlməyini istəyirsinizsə, bu videoya like atıb kanalıma da abunə olmağı unutmayın. Dünənləri UFC Fight Night'da Belgrade'də Tofiq Musayevlə Klein qarşı-qarşıya gəlmişdi. Bunun da mən shorts videosu haqqında videosunu paylaşmışdım ki, döyüşçülər haqqında məlumat və onların pis, mənfi tərəfləri və müsbət tərəfləri. Bununla baxmaq istəyirsinizsə, kanalıma daxil olub shorts videosundan izləyə bilərsiniz. Uzun sözün qısası dostlar, siz kanalıma abunə olub like atarkən mən də oyuna daxil ola bilərəm. Bir dənə də bir şey var dostlar, bunu eləməyi unutmayın. Əgər mənim PES 2013'də yeni futbolçu karyeramı etməyimi istəyirsinizsə, bu videoya şərhlərdə bunu bildirməyi unutmayın və ən azından 20 like gəlsə bu videoya mən PES 2013'də yeni bir futbolçu karyerası yaradacağım və o futbolçu karyerası ilə devam etdirəcəm. Həm MMA karyerası, həm futbolçu karyerası ilə kanalımızı böyütməyə doğru gedəcəm. Uzun sözün qısası oyunumuza daxil olaq. Bu arada oyunu indirmək istəyirsinizsə kanala daxil olub oyunu indirə bilərsiniz. Daxil oldu oyuna. Game mode, kariyer mode. Konesi kariyer. Axırıncı dəfə ilk döyüşümüzdə rəqibimizi nakavt eləmişdik. İndi ikinci dəfə hansı döyüşçüyə döyüşəcəyimizi bəlli eləyəcəyik. Mən burada Paul Duarte ilə döyüşmək istəyirəm. Paul Duarte ilə biz daha doğrusu mayın 4'ünde döyüşəcəyik. Daha doğrusu iyunun 4'ünde döyüşəcəyik. Biz hal-hazırda martdayıq. Sparringlər eləyək. İkili sparring, auto. Bir dəqiqə oyunun səsini biraz alaq ki, bizim səsini düşsün. Bir dəqiqə bunu al geri. Bunu artıraq. Focusing hadi ondan. Uzaq sparingini eləyək. Karyeramızı gəlişdiririk. Oyuncumuzu daha da gücləndirmək hədəfindəyik. Burada gördüyünüz kimi bu hərəkəti üzərində çalışırıq. Başını əlini tut da. Belə bu hərəkəti ala bilərik. Dirsəklərimizi də istifadə edib xal toplaya bilirik. Tut da əlvi aşır. Əlində tutmur. Ən zəhləm getdiyim xüsusiyyəti bunun budur. Tut da əlvi. Əlini qaldırmadı deyə bir dənə göyə. Xalımızı daha da artırırıq ki, bucaq hərəkətini, daha doğrusu bu hərəkəti ala bilək. Yine combatingdə bu səfər gəl eləyək biz extreme MMA hərəkətlərini üzərinə işləyək. Məsəl üçün RX vuraq, yəni başdan zərbə vurmaq istəyirəm. Başdan tapı deyilsin. Bu başdan tapı deyil. Bunu işlənəmizə etkiləyir yaxşı o zaman. Başdan tapı deyil.
yenə biz başına zərbəyə düşdük. Mən bunu istəmirdim, mən başdan zərbəni kreatik işləmək istəyirəm. Yəni top team işləyirəm. Braziliyanın bəli, bunu istəyirəm mən. Eğer yumruğum başdan zərbə. Başdan zərbəni mən həqiqətən çox sevirəm. Yaxınlaş et. Yaxınlaş. Bir dənə belə. Bir dənə belə. Üstünə. Bir dənə belə. Bir dənə belə. Bir dənə belə. Beləliklə xal qazanırıq. Al yerə. Ala bilirik. Yox, ala bilmədik. Bir dənə başdan vuraq. Bir dənə daha xal aldıq. Başına vurmaq istəyirik. Hoppa, bir dənə daha vurduq. İndi bir dənə belə gövdəyə vuraq. 3 bucaq, kvadrat, başına zərbə. Bir dənə də başına zərbə yaxınlar. Üstünə get. Bir dənə də belə. Olmadı. Complete 2 normal specialdan da bir dənə aldıq. Harca bu bizə 20-15 xal qazandıracaq. 28 xal qazandırdı. Neyse, Camp Invade'ini dayandıraq, sparring eləyə biraz da. Sonra Vefa'da World Fighting Alliance'da Paul Duarte'ye qarşı Qasimov Hüseyin qarşı-qarşıya gəlir. Rusiyalı Braziliyaya qarşı 5-ci 9-a Hayt 155 boy, ikisində 151, daha doğrusu ikisində 155 boyu var. Mənim 20 rəqibim 23 yaş var. Mən rekordum, yəni o rekordum 1-0-a, yəni ikinci oyununda rəqibim isə onun 1-ədir. Rəqibin ləqəbi Tiger, mənim ləqəbim isə The Wolf'dur. Və uzun sözünü qısaçlamaqda keçirik. Paul Duarte'ye qarşı lightweight bout. Və maç başladı. Ya, rəqibimizə yaxınlaşdıq. Üstünə gedirik. Bir təpik. Kanyamızı güclü saxlamalıyıq. Oy. Belə bir təpiyi rəqibimizə indiririk. İnşallah ki, qələbə bizə olacaq. Oyunda Azərbaycan milliyyəti yoxdur, yoxsa Azərbaycanlı seçərdim. Ona görə mən də Dağıstanlı, Rusiyalı seçmişəm. Belə dirsəklər. Ağrıda dirsəklər. Kanyamızı biraz azaltmaq üçün. Şuraqlarına kesirik, üstünə çedirik. Yox, çıxdı rəqibimiz. Bir təpiyi belə. Bir dənə də belə gedək ki, kanyamız bizim çox azalır. Oy. Belə bir zərbələr. Bir dənə ayağına belə vurduq. Vefa'da ikinci döyüşümüzdür. Bu sert oldu. Bu biraz sert oldu adeta. Uzatır. Uzaklaştırma.
Koyamsızı çok azaldı. Hala. Böyle bir kroşeler, Allah kroşeler. İndirir rakibimize. Rakibimiz bizden kaçırır. Bir tapi daha, bir tapi daha. Biz kaçırır, biz size geliyoruz. Bir tane böyle tapi koyar ayağına. Açsın ayağı. Yere mənim döksün. Tapilerle biraz daha uzak tutur onu. Belirttim. İndi unutma vaktidir. Rəqibimizlə kaneti aldı. Sert zərbələr indirdi rəqibimizə. İndi görevimizi inşallah nakavt edə bilər rəqibimizi. Bir tapi daha, bir tapi daha. Yani Duarte da yani boş isim değil. Bak belə zərbələri çok iyiydi. Sadəcə hal-hazırda məni yorur deyəsən. Məni gözlük ki yorulum. Ama ben de onu tapilərimlə, yumruqlarımla, kroşələrimlə onu nakavt etmeye çalışıyorum. Ve ikinci round başlayır. Bakada bir tapi uzatmaq lazımdır. Bırak bizim ikisində gəlsə yəni bizim nakavt texniki nakavt ne bileyim böyle güreş fendi. İndi kroşa vaxtları dirsəklər. Ama Tanyamız öldür. Sakin oynamaq lazımdır biraz da. Tapilərə indiririk. Tapilərdən heç qalmırıq. Eyvah. 2 dənə bir də belə daxil oluruq rəqibimiz üstünə. Tapi. Rəqib də tapi vurur. Biz də tapi vurur. Oy oy oy. Kroşe. 2-3 kroşe. Bir tapi daha indirdik. Bir dəfə daha üstünə gedirik. Oy 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 oy. Knockout olduq. Ama mən yaxşı burada durumu işə qoymuşdum. Görürsünüz artıq geri döndük. Hər şey başa sardıq. Mən knockout olmaq istəmirdim. Rəqibimiz ordine sesi. Sen knockout olsan. İcazə versəydim knockout olar. Mən hər şey nasıl dedim də yəni bir sözlər bura onu yolla. Bundan belə olacaq ki başlayır. Bir dakika dostlar. Bəli, devam edirik. George Lice'ye karşı Gasimov Hüseyin karşı-karşıyadılar dostlar. White Box'ta George'ya karşı. Bu rakibimizin de yumrukları çok bəşliyor. Buna da ihmal olmalı. Piyasası yere bize alsa bir şey yani biz getdik. Bakın buna bakın koşular falan da bəşliyor. Güzeldir bizden.
Belə bir koşuya Allah. Çünki biz çox yoruluruq. Qardaşım Tanyamız çox tez düşür. Belə bir hərəkət. Tanyamıza baxın bir yana. Görün necə azaldı birdən birə. Dirsəklər. Allah. Allah. Bəs vurur amma. Bir dənə belə kroşe. Çox fürsətli epizod gəldi üstümüzə. Dirsəklər. Allah təpiyi indirdi rəqibimizə. Rodrigo uzaqdır bizdən. Tamam, bir təpiyi də deşdi o bədənini artıq. Hüseyin Rodrigo'ya qarşı oyunda round 1'da hal-hazırda kim üstün döyüşür? Məncə Hüseyin daha üstün döyüşür. Məncə həqiqətən biz daha üstün döyüşürük. Qoyduq ki, o üstündə gəlsin. Bir dənə belə hərəkət. Dirsəklər. Bir kroşa daha. Təpi başda qalmışdı orası. Bizi... Oy. Üstündə gəl oldu. Kanyamız onu tez öldü. Yok. Bunu eləmə. Sildi. O həqiqətən bizə xat elə bilərdi. Bu döyüşçü belə fəndlərdə yaxşıdır. İndi gəlməlisən mənim üstümə. Dirsəklər. Təpi. Bir təpi daha indirmək istirik. Bir təpi daha. Bir kroşe. Oy. Georgi bizi nakavt elədi. Bu həqiqətən nakavt olduq burada. Artıq heç bir yerə keçməyəcəm, heç bir yerə gedməyəcəm. Georgi bizi nakavt elədi. Kariyeramızın ikinci döyüşündə nakavt olduq. Bir dəqiqə dostlar. Oyuna nəsə oldu deyəsən, dondu biraz. Bəli, gəldi öz oyun. Sambo Bercosa Paul Duarte. Mən 5-ciyə, sonra 1-ə. Sambo Berg'dən yenə döyüşək, bu bizi aparar. Paul Duarte ilə biz döyüşək. Sparring eləyək. 170 faiz gələcək videomuz. PES 2013'də yeni futbolçu karyerası haqqında olacaq məncə. Məncə hələ bu barədə gedəcək. Baxacaq. Çox bəxtsiz şəkildə nakavt oldu. Bundan sonra artıq kaldırma lazım. Eğer burada nakavt olursak
karyamız tamamıyla məncə çöküləcək. Amma nokaut eləsək, yenidən özümüzə gəlməyə bacaracağıq. Koltuatı ilə bu çağda Braziliyalı Rusiyalıya qarşı, yəni Dağıstanlıya qarşı gözlədən o gol gəlmişdi. Çünki bunlarla tanıyan öldürürlər. Sonra öldürürlər olurlar. Bir koşu. Bir koşu, bir güzel. Bir yumruğu koymadım. Bloklarla icazə vermirəm ona və koşularımla cavab qaytarım. Təpini indirdik. Bir təpi daha, bir yumruq. Koşularla onu indirəcəyik inşallah. Sadece rakipler çok kötü veriyor. Buna göre bir yavaş kalmamalı. Bir kroşet daha, bir kroşet daha. Bir kroşe indirdiği olmadı. Bir yumruk daha, icazə verilməməyiz. Knockout olmayacaq. Tabii ki knockout olmayacaq biz. Kaçma, hara kaçırsan? Biraz sert geldi. Uzaklaştık. Çok sert geldi biraz. İnşallah bitti. İnşallah bu mesela galiba bizi çoxlu projeler, çoxlu təpiklərlə rəqib bizi texniki knockout'a çəkinlər, texniki knockout'a aparmağa çalışdı. Daha çox biz əlləşdik. Amma rəqib bir təpik qarnına. Oy. Bizə cavab verək ki, sürsün geri. Təpik. İcazə verməmək lazımdır. Oy. Bu çox pis oldu. Bu çox pis oldu. Knockout oldu. İkinci dəfə knockout oldu. İkinci knockout oldu. Oy. Qaçırov Hüseyin. İkinci döyüşündə də Paul Duarte'yə məğlub olur. Çox pis. Paul Duarte. Oy. Dərhal tez bizi dağıdırlar abi, dağıdırlar. Çaşıb Manuel Sparring'e bassın. Manuel Sparring öğrenmek istemiyorum. Kapılar.
Baxaq ki, nə qədər xal verdi bizə manueldə. Baxaq, bizə 11 xal verdi. Əslində pis deyil. Abi bu 20'den çok fazla. Bari. Bari. Çok. Olmuyor. Aksiya günü, döyüş günü, döyüşdə kimlə döyüşəcəyik bugün? Təbii ki də mən Dos Santos Junior'la keçən dəfə ilk qalibiyyətimizi aldığımız döyüşçü ilə döyüş. Meksikalı 22 yaşı var. 32 yaşındadır. Keçən dəfə bunu necə nakavt elədiysə, indi də nakavt eləyə bilərim. Vefada ilk qalibiyyətimizi aldığımız, ilk qalibiyyətini qazandığımız döyüşçünü indi də qalib edib özümüzə təzədən geri dönmək istəyirik, hədəfləyirik bunu. Rəqib də bizi udub bizim yerimizə keçmək istəyir. Abi nə qədər adam müdafiə olurlar, bunlar heç bir mənə normal vurmuyor, ancaq müdafiə olmuyorlar. Bu sırada bir tane bak belə vururlar, nakavt edirlər. Bu da şeydi bak. Vay tutsun. odaklanmış ama fark edilmiyor. O tepiler indirdi. Ve 3 round bitti. 3 round'un sözsüz ki bizim vurduğu hatta bir takım oraya da saldırılar gidiyor ama onun orası güzel, onun arasında çok problem var. Onu bile geçti ama ya ablama göre.
gedir. Bir dənə belə bədənə. Bir dənə də belə bədənə. Bir dənə vursaq ölür. Knockout olur. Getsin. Durdu ayağa. Cüzam azalıb. Təmiz azalıb cüzü. Kanyası da azalıb. Bir dəqiqə. Ooo. Və. Çıktı. Haydi şey. Lan respawn edebilirsin onu. Beni dostan tutmuyorum. Hakkında doğru gelir. Ve knockout. Beni dostan tutmuyor. Knockout olur. Qasimov Hüseyin texniki knockout elə. İkinci dəfə qalib gəlir. Medos Santos Junior'a 3-2'ye bir kariyer edir. Ya daha doğrusu 2'nin kariyerası var senin. 2 məğlubiyyət, 2 qalibiyyət, 4 oyuna 2 qalibiyyət, 2 məğlubiyyət. Əla, super. Medos Santos Junior'un üzünü bir dəfə də dağıdırıq. Bədənini deşirik. Qasimov Hüseyin winner by texniki knockout. Round 2. 2 dəqiqə 8 saniyə. Round 2'də məğlub edirik. Medos Santos Junior'u və vəfada bir sıralara daha da yenidən keçirik və son bir döyüş olsun. Son bir döyüş artıq video yekunlaşır. Paul Duarte yoxsa Sam Boberg ilə döyüşək. Sparring, auto. Bunları yenidən geri qaytaraq. Rəqibimizin təmiz, yəni bədənini deşdiyi bir söhbət Medos Santos Junior'dan gedir. Bədənini təmiz deşmişdik biz onun orada. Ona görə o məğlub oldu. Biz onu bədənini təpiklərlə deşdik. Sonra bir dəfə başına vurduq. Artıq tamamilə sağ tərəfə gelmişdi. Bir dəfə soldan vurduq və açdı yerə. Aşamaz üstünə çıxdıq və texniki knockout ilə səviyyədə oynayıram. Ən çətin səviyyədə oynamıram. Ən çətin səviyyədə oynasam mən hələ SV falanı bəlkə keçə bilmərəm. Və 5-ci maçımıza keçirik. Sam Boberg ilə döyüşürük. Bugün Sam Boberg bizim rəqibimiz olur. Lightweight boldda 25 yaşı var rəqibimizin. Bizdə daha təcrübəlidir. 66 kilosu var və Amerikalı Sam Boberg. Bu da bəlkə döyüşçüdür. Kroşeləri falan. Bu bir sər kimi deyil. Bu defansa uyğun oynamır. Bu ofansif oynayır biraz. Biz də bunu püskürdək. Geçer bu bədəndə. Uzaqdan təpiklərlə. Sonra bir dənə belə bakavoyla. Sonra yerdən ayağına vuraq. Oy. Atdır yerə bunu. Get üstünə. Məndə arada vaxt belə olur da. Gedə bilmirəm üstünə. Sam Boberg'i də knockout edəyək. İnşallah ki knockout edə bilərik onu da. Qaçır, çox qaçır. Sam Boberg Hüseyin'dən qaçır. Oy, bir kroşe ayaqlaydı bu kroşe. Bir təbii deşir onun belini. Artıq Kanyası 1% aşağı saldı. Görüyorsun artıq Kanyanı daha azalır. Bir təpi. Deşmək lazım onun bədənini. Allah hərəkətidir bu. Sizə get. Təpi. Allah. Sarsıldı təmiz Boberg. Sam Boberg'i knockout edə bilərikmi? Seyircilər bizi səsləyir. Bu sizi knockout deyir. Eşidirəm. Mən izləyənlər də deyir bunu. Bu videonu izləyənlər də deyir.
Lakada kanallarında olanlar da deyir ki, haydi Gucci, nakavt elə. Konardan çəkməyə adamla çox qədər təqdir eləmədi. Ondan sonra biz çox gözəl gördük. Son saniyelerinde Hüseyin üstüne bastırıp üstüne gelip ve rakibi teknik knockout ile knockout eləyir. Qasımov Hüseyin Fefala 3-cü dəfə qalib gəlir. Qasımov Hüseyin round 1'in 4:57 saniye 4 dəqiqə 57 saniye 1-ci roundda teknik knockout eləyir Sambo Bergi. Qasimov Hüseyin əlaydı. Həqiqətən Sambo Bergi'yə qarşı çox üstün döyüşdü. Gördüyünüz kimi burada güclü isimlər var. Məsələn Mike Barnes falan, Kate Gilmarde. Sambo Bergi knockout elədi. Bir sonraki rəqibimizi seçəcəyik. Bir sonraki rəqibimiz Corey Williams ola bilər və Manny Dos Santos Junior ola bilər. Mən Manny Dos Santos Junior ikinci dəfə mən oynayayım yoxsa Corey Williams'la mı oynayayım? Ən yaxşısı mən burasını durumunu kayd edeyim. Çünki geri dönüb yeridən məsəl üçün mən indi Corey Williams'la döyüşəcəm. Təbii Corey Williams'la döyüşəcəm. Çünki 27-ci yerlədir Minecraft'da o. Oyuna döyüşəcəm. Amma yox, mən gəl burada udursam seçəcəm yenidən Manny Dos Santos Junior'la oynayacağım. Uzun sözə VPA'dan çıxaq abi. Bax haradasa, bax indi biz hal-hazırda 27-ci yerdəyik. Rəqiblər 24-cü yerdədir. Biz 18, 17, 16 keçdi ya artıq. Ondan sonra bizə röportaj falan edəcəklər. Maçdan qabaq röportajlar edəcəyik. Maç sonu röportajlar edəcəyik. Uzun sözün qısası hər şey çox maraqlı olacaq. Sağ olun. O zaman da siz kanalıma abunə olub bu videoya en azından 20 like atın. Sağ olun. Sizə yaxşı baxın. Gələn videolarda görüşənədək.